Bəli, yeni sanksiya paketi Rusiyanın neft ixracı üçün dəniz xidmətlərinə tam qadağa, kölgə donanması siyahısının genişləndirilməsi, həmçinin banklar və ticarət sahəsinə dair yeni məhdudiyyətləri əks etdirir. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen açıqlama verib. O deyib ki, energetika sahəsində Rusiya mənşəli xam neftin daşınması üçün dəniz xidmətlərinin göstərilməsinə tam qadağa tətbiq ediblər. Onun fikrincə, bu Rusiyanın enerji gəlirlərini daha da azaldacaq və onun nefti üçün alıcı tapmağı çətinləşdirəcək. Gəmiçiliyi qlobal biznes olduğuna görə G7 ölkələri müvafiq qərar qəbul etdikdən sonra bu tam qadağanı eyni düşüncəli tərəfdaşlarla koordinasiyalı şəkildə tətbiq etməyi təklif edirik deyə Avropa Komissiyasının prezidenti bildirib. Sanksiyalar siyasında Rusiya neftini daşıyan gəmilərin sayının artırılacağı da gözlənilir. Qeyd edim ki, kölgə donanmasına aid daha 43 gəmi sanksiya siyasına daxil edilib və ümumi say 640-a çatdırılıb. Həmçinin Rusiyanın bu donanmada istifadə üçün tanker əldə etməsi çətinləşdirilib. Maye qaz tankerləri və buzqıranlar üçün xidmətlərə geniş qadağalar tətbiq edilib. Məqsəd əlavə olaraq qaz ixracı layihələrini zəiflətməkdir. Yeni sanksiyaların bank və maliyyə sektorunu da əhatə etdiyi bildirilir. Qeyd edim ki, Rusiyanın daha 20 regional bankına qarşı sanksiyalar tətbiq olunur və sanksiyalardan yayınma yollarını bağlamaq məqsədi ilə kriptovalyutalara, onlarla ticarət edən şirkətlərə və kriptoticarəti təmin edən platformalara qarşı tədbirlər görülür. Və qeyd edeyim ki, bundan başqa eyni zamanda sanksiyaya məruz qalmış malların qanunsuz ticarətinə kömək edən üçüncü ölkələrdəki bir sıra banklar da hədəfə alınır. Qeyd edeyim ki, fevralın 2-də Ursula von der Leyen 20-ci sanksiya paketinin çox yaxın zamanda təqdim ediləcəyini bildirmişdi və qeyd etmişdi ki, onun məqsədi Moskvaya təzyiqi gücləndirmək, onu sülhə nail olmaq üçün səmimi niyyətlə danışıqlar masasına əyləşdirməkdir. Və Ursula von der Leyen və Avropa Şurasının sədri Antonio Costa fevralın 24-də Ukraynaya səfər edəcəkləri gözlənilir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz